Deməli, bugünkü dərsimiz sifət mövzusudur. Sifət Azərbaycan ingilis dilində adjektiv adlanır. Necə, nə cür, hansı suallarına cavab verir. Və ingilis dilində də necə, nə cür, hansı sualları what kind of, which sözlərindən ibarətdir. Sifətin 3 dənə dərəcəsi var ay uşaqlar. 3 dərəcə var. Positive degree adi dərəcə, comparative degree müqayisə dərəcəsi və superlative degree üstünlük dərəcəsi. Positive degree-də sifət olduğu kimi olur. Heç bir dəyişiklik istifadə etmirik sifətdə. Bax, məsəl üçün, difficult, görürsünüz, çətin deməkdir. Beautiful, gözəl deməkdir. Heç bir şəkilçi artırmamışıq. Və positive degree-də necə olur? Kimi deyə göstərilir? Əs gördünüzsə, bunun arasındakı sifət positive degree-də olacaq. Heç bir şəkilçi qəbul etməyəcək. Və yaxud da inkarda olanda, not sözü olanda əs yox, not so as istifadə eləyəcəyik. Və baxın burada, his brother is as tall as his father. Onun qardaşı atası kimi hündürdür. Və yaxud da ki, his brother is not as so tall as his father. Onun qardaşı atası kimi hündür deyil. Gördüyünüz kimi burada not olduğuna görə burada so istifadə etdik. Amma burada birinci cümlədə not olmadığına görə əsdən istifadə etdik. Positive degree-də cümlənin positive degree sifət olduğunu hardan bilirik? Əgər cümləmizdə to, very, enough, so, such, rather, quite sözləri və yaxud da ki, söz birləşmələri gələrsə, bu zaman biz işlədəcəyimiz sifəti sadəcə və sadəcə positive degree-də istifadə edəcəyik. Yəni, olduğu kimi. Görürsünüz, the question was too difficult. Sual çox çətin idi. She is so beautiful. O, çox gözəldir. Comparative degree, müqayisə dərəcəsi. Comparative degree-də ən əsas nə lazımdır bizə? Than sözünə diqqət edirik. Dən deyə tərcümə olunur Azərbaycan dilində. Şəxsin və ya əşyanın nə qədərsə çox və yaxud da ki az hansısa sifətinin dərəcəliyini bildirir, olduğunu göstərir. Biz bunu necə istifadə edirik? Bax, müqayisə dərəcəsini necə düzəldirik? Əgər sifətimiz qısa sifətlərdirsə, baxın, məsəl üçün easy və yaxud da ki tall. Və bayaq elə burada tall. Talldursa, tall qısadır elə. Talldursa biz r-i artırırıq. Taller. Amma uzunlarda biz more sözünü əlavə edəcəyik. More. Məsəl üçün, interesting və məsəl üçün beautiful. Görürsünüz, burada nə qoyubdur? Mən beautiful qoysam, burada mən bunun sonuna bir dəqiqə. Mən burada r qoysam, mən bunu tələffüz edəyənə kimi mənim canım çıxar. Nəfəsim kəsilər. Beautiful. Nə qədər uzadım. Ona görə uzunlarda neynirlər? More sözü qoyurlar. Qısalarda 2 və yaxud da ki 3 hecalılarda isə r şəkilçisi qoyurlar. Və cümləmizdə mütləq və mütləq nə olur? Than sözü olur. Və bir də nəyə fikir verməyinizi istəyirəm? Older və elder sözləri var. İkisi də daha yaşlı deməkdir. İkisi də daha yaşlı deməkdir. Sadəcə olaraq elderdən sonra heç vaxt than sözü gələ bilməz. Yaxşı, əgər than sözünü gördünüzsə, boşluqdan əvvəl older və yaxud da ki elder sözləri varsa, biz orada yalnız və yalnız older götürəcəyik. Elderin üstündən neynirik? Xət çəkirik. Elderlə olderin məna fərqi var ay uşaqlar. İkisi də daha yaşlı deməkdir. Sadəcə olaraq older deyəndə uşaqlar ailədən kənarda daha böyük, daha yaşlı deyə tərcümə olunur. Elder deyəndə isə uşaqlar ailə içində daha böyük nəzərdə tuturuq. Məsəl üçün, my elder brother, mənim böyük qardaşım. Amma elderdən heç vaxt istifadə etmirik. Onun yerinə olderdən istifadə edirik. Bunu da mütləq yadımızda saxlayaq. Və burada yoxdur, qoyun deyək. Cümləmizdə əgər any, even, no, much, little-ı yazmayıbdır. Much, bir də little sözləri gələrsə, uşaqlar, much, little da bunların yanına yazın. Much, little. Bunlar sözləri, bu sözlər və a bit. Bu söz biraz deməkdir. Bu sözlər və any, even, no sözləri gələrsə, biz onda sifətin müqayisə dərəcəsindən istifadə edəcəyik. Yəni, ya r, ya da ki, sifətin qarşısına, uzun sifətlərin qarşısına more əlavə edəcəyik. Gəlin, indi buna baxaq. Deyək ki, tək hecalı sifətlərdə r artır. Məsəl üçün, fast,
faster, short, shorter, strong, stronger, slow, slower. Sürətli, qısa, güclü və yavaş deməkdir. Və tələffüz edilməyən E hərfi olarsa biz sadəcə R hərfini artırırıq. Məsəl üçün nice görürsüz sonunda E-ləri oxumuruq. Sonunda E-lər varsa bir dənə R artırırıq. Bir də R təzədən E hərfini əlavə edib sonra R əlavə etmirik. Onsuz da burada E var da. Nicer, larger, safer kimi tərcümə olunur. Və qısa olan və samitlə hərflə qurtaran bir hecalı sifətlərin müqayisə dərəcəsini düzəldəndə sonuncu hərf, sonuncu samit ikiləşir. Big, böyük, bigger, daha böyük. Görürsünüz, 2 dənə G oldu. Hot, isti, hotter, daha isti. Wet, wetter. Bu cür istifadə edirik. Sonu Y ilə bitən sifətlərin müqayisə dərəcəsini düzəldərkən uşaqlar burada Y hərfi düşür və ER şəkilçisi əlavə olunur. Məsəl üçün happy, xoşbəxt, happier, daha xoşbəxt. Heavy, ağır, heavier, daha ağır. Funny, gülməli, funnier, daha gülməli. Bu cür istifadə edirik. Comparative of long adjective, yəni uzun sifətlərin müqayisəsi. Çoxhecalı sifətlərin müqayisə dərəcəsini düzəltmək üçün onların əvvəlinə sadəcə və sadəcə bir dənə more artırılır. Uşaqlar, interesting, maraqlı, more interesting, daha maraqlı. Difficult, çətin, more difficult, daha çətin. Comfortable, rahat, more comfortable, daha rahat. Exciting, heyecanlı, more exciting, daha heyecanlı. Beautiful, gözəl, more beautiful, daha gözəl. Expensive, bahalı, more expensive, daha bahalı. Deməli, bəzi sifətlər var ki, R-i artırmırıq aşağılar. Onları düzəldərkən kökündən dəyişir. Məsəl üçün, good, yaxşı, better, daha yaxşı. Bad, pis, worse, daha pis. Baxın, əgər cümləmizdə good der belə bir söz görsəz, silin üstündən qətiyyən belə bir söz ingilis dilində yoxdur. Və yaxud da ki, baddir. Belə bir şey görsəz, silin, yoxdur belə bir söz. Yaxşı, onlar kökündən dəyişir. Necə ki, cəm isimlər, bəzi cəm isimlər kökündən dəyişirdi, bunlar da kökündən dəyişir. Many, much, müqayisədə olur more. Little, az deməkdir. Less, daha az deməkdir. Gördünüz, gooddur, baddır deyə bir ifadə yoxdur. Bir sözdə eyni anda həm more, həm də er şəkilçisi istifadə edə bilmərik. Yalnız və yalnız biri olmalıdır. Bax, burada görürsünüz, üstündən xət çəkib. Burada more da qoyub. Shorter-də er-i də qoyubdur. Belə bir şeylər görsəz variantda, üstündən xət çəkin testlərdə. Elə bir şey yoxdur. Və deməli, təkhecalı sifətlər cheap, cheaper, bunu bildik, expensive, more expensive. İndi getdik sifətin üstünlük dərəcəsinə. Yəni, üstünlük dərəcəsi nədir? Ən gözəl, ən yaxşı, ən maraqlı. Azərbaycan dilinə ən deyə neyinirik? Tərcümə edirik uşaqlar. Və sifətin üstünlük dərəcəsində mütləq və mütləq sifətin qarşısında olur Z artiklı. Və sifətlərin sonuna da EST, hani yoxdur burada, EST hərflərini əlavə edirik. Qısa sifətlərə bayaq necə er-i əlavə edirdik. Elə uşaqlar müqayisədə. Üstünlükdə də EST əlavə eləyəcəyik. Gəlin indi bunlara baxaq. Bunlara baxmamışdan əvvəl, əgər cümləndə have ever, əgər cümləmdə has ever, had ever, in, on, at, among, one of, all, bu cür ifadələr varsa, biz EST, yəni üstünlükdən istifadə edəcəyik. Və unutmuruq ki, bu sifətin qarşısında da mütləq və mütləq Z artiklı olmağı məcburdur. Yadınızda biz artikl işləyəndə dedim ki, sifətin üstünlük dərəcəsi olarsa Z artiklı istifadə etməliyik. EST olarsa Z artiklı istifadə edirik. Bəs necə olur uzun sifətlərdə? Bayaq müqayisədə uzun sifətlərdə more qoymuşduq. Burada da uzun sifətlərdə qoyuruq most. Most istifadə edirik. İndi gəlin bir baxaq uşaqlar. Deməli, təkhecalılarda EST qoyuruq. Məsəl üçün, fast, sürətli, the fastest, daha sürətli, ən sürətli, short, qısa, the shortest, ən qısa, strong, the strongest, ən güclü, slow, the slowest, ən yavaş. Bu cür istifadə edirik. Yenə sonu eynən bitənlərdə də sadəcə olaraq yenə şəkilçimizi artırırıq. Sonu bu cür qısa samitlərlə bitəndə təkhecalılarda yenə ikiləşir. Burada samitlərimiz ikiləşir. Və happy, xoşbəxt, sonu y ilə bitəndə, y-dan əvvəl samit gələndə biz neyinirik?
iyə çevrilir və EST şəkilçimizi qəbul edir. Çox hecalılarda da dedik ki, the most istifadə edirik. Interesting, maraqlı, the most interesting, ən maraqlı. Difficult, çətin, the most difficult, ən çətin. Bu cür istifadə edirik. Deməli, superlativlər var idi. Qaydasızlarda good bayaq orada nə idi? Better idi. Elə better daha yaxşı. In də oldu the best, ən yaxşı. Bad orada nə idi? Worse, daha pis. The worst, ən pis. Many, much olurdu nə? More. Və ən çox deyəndə the most istifadə edirik. Little olurdu bayaq orada nə? Müqayisədə less və üstünlüyü də the least olaraq bizə gəlir. Və cümləmizdə bayaq necə ki, həm dedik ki, more olmaz, həm EST olmaz, olmaz. Burada da yenə həm most olmaz, həm də EST şəkilçisini istifadə etmirik. Və ING ilə bitən və id ilə bitən sifətlərimiz var bizim ay uşaqlar. Əgər ING ilə düzələn sifətdirsə, əşyanın xarakterini, xasiyyətini bildirir. İd ilə düzələndirsə, insanın keçirdiyi hissləri bildirir. Baxın, məsəl üçün, the movie was boring. Film çox maraqsız idi. Görürsünüz, bored demədim, ING qoydum, ing qoydum. The movie was boring. Film çox maraqlı idi. The children were bored. Maraqlı yox, sorry, sıxıcı. Film çox sıxıcı idi. The children were bored. Uşaqlar çox sıxılırdılar. Artıq burada uşaqların keçirdiyi hisslərdən bizə söhbət gedir. İdini görəndə biz artıq bilirik ki, uşaqlar sıxılır. This is an interesting article. I am interested in article. I am interested in football. Mən futbolla maraqlanıram. Bu artıq mənim keçirdiyim hisslər olanda idi olur. Məsəl üçün, it was an exciting match. Bu deyir ki, çox həyəcanlı bir maçdır. I was excited. Mən çox həyəcanlıyam. Deməli, sifətlərin qaydası bunlara özünüz baxarsınız. Dərsimiz sifətlərə aid bu qədər.